Ona görə mömin Rəbbini tanıyanda Allahın bu sifətləri ki, hansı ki bunlar hamısı danışdıqlarımız Quran-ı Kərimdən gəlir, Peyğəmbərimizin kəlamlarından gəlir. O zaman insan dua edərkən səmimi olur. Baxın. Onu hər varlıq təsbih edir. Yəni onun şanına təriflər deyir, ona tərif edir. Onun məqamı çox ucadır. Amma bəndələrinə çox yaxındır. Bəndələr ona ibadət etdikcə onun nuru hər tərəfə yayılar, insanı nurlandırar. Qaranlıqlar onun nuruna tab gətirə bilməz. Allah hər şeyi görür. Amma onu heç kim görə bilməz bu dünyada. Cənnətdə, axirətdə möminlər görəcək. Ürəklərdəki gizlini də bilir. Gözlərin baxışını da. Vaxt dəyişsə də o dəyişməz. Heç bir hadisə ona təsir etməz. Heç kim onun böyüklüyünü tam anlaya bilməz. O dağların çəkisini, dənizlərin dərinliyini, yağış damlalarının sayını, ağacların, yarpaqların miqdarını, sayını belə bilir. Gecəni gətirən də odur, gündüzü aparan da odur. Allah. Baxın nə deyir Quran-ı Kərim Ən'am surəsində. Hər bir şeyin açarı yalnız onun yanındadır. Quruda və dənizdə nə varsa hamısını bilir. Yerdən düşən bir yarpaq belə onun izni olmadan düşməz, ağacdan düşən. Qaranlıqların dərinliyindəki bir dənə belə ondan gizli qalmaz. Yaş olsun, quru olsun, hər şey onun yanında yazılıdır. Ən'am surəsi. O təkdir, ona bənzər heç kim yoxdur. İstədiyi hər şey edər. Əgər istəsə bir qapını bağlayar, heç kim aça bilməz. İstəsə açar, heç kim bağlaya bilməz. Kim ona itaat edərsə, şərəf qazanar. Kim ona baş əyərsə, yüksələr. Kim ona səcdə etsə, ucalıq tapar. Baxın, Peyğəmbərimiz buyurur, Allahı mələkləri müxtəlif qruplarda yaratdı. Onlardan bəziləri o gündən qiyamətə qədər ayaq üstə ibadət edir. Bəziləri rükû halında, bəziləri səcdədə. Qiyamət günü hamısı başlarını qaldırar, Allah onları qarşılayar və öz camalına baxmağa icazə verər. Onlar belə deyərlər, ey Rəbbimiz, sənə layiqincə ibadət edə bilmədik. Baxın, bütün mələklər Allahın qarşısında səcdədədir, Peyğəmbərimiz buyurur. Göylərdə elə bir yer yoxdur ki, elə bir qarış yoxdur ki, orada bir mələk ya səcdədə, ya rükû, ya da ibadət üçün ayaqda dayanmış olmasın. Allah Quran-ı Kərimdə buyurur, mələklər nə deyərlər? Hər birimizin müəyyən yeri var. Biz Allah üçün səhv düzlənlərik. Biz Allah üçün səcdə edənlərik. Saffat surəsi. Başqa bir ayədə buyurur, bilin ki, sizin Rəbbiniz hər şeyi yaradan Allahdır, ona ibadət edin. O hər şeyə nəzarət edir. Baxın, əgər onu qoyub başqasına güvənsəniz, köməksiz qalarsınız. Çünki hər şeyi görən, hər şeyi bilən odur. Ən'am surəsi. Rəbbimiz hər şeyə nədir? Qadirdir. Ona görə mömin hər zaman Allahın bu adları, sifətləri, ucalığı, böyüklüyü, bu danışdığımız Quran-ı Kərim ayələri, Peyğəmbərimizin hədislərindəki vəsifləri, mömin bunu nəyə görə bilməlidir? Dua edərkən bilsin ki, kimə dua edir? Əzəmətli Allaha, güclü, qüdrətli Allaha, hər bir şeyə qadir olan uca Allaha. O zaman mömin Rəbbini tanıyanda daha səmimi, daha içdən dua edər. Allah da onun dualarını qəbul edər. Bəzən də insan əlini qaldırar, dua edər. Qəlbinə Allah qorxusu gələr, Allah sevgisi gələr. Həyadan gözündən yaş tökülər ki, mənim qəlbim uca Rəbbimə bağlıdır. Allah da bizlərdən bax belə bir qəlb istəyir.